Bir mənə de sonra da oram but yağı tökərlər. Yaxşı da, Bu maşın xodlanmaz. Hara? Ha? Bu zibili nəyə gətdin qoydun dükkanın qavağına? Ha zibil nə oldu? Nədir bəs? Gül kimi maşındır. Məzunun maşını. Bu maşın. Ha. Bu. Ha, bunun qavağı yox, balı yox, papres yox, bir şey yox. Bu nə maşındır bu? İtalyanda gedirir olmuyor. Niyə getmir be? Bura nətər gətirmişik? İtalyanda qaşşək gedir. Belə keyfin istəyən. Bunu da İtalyanda gedir ha. Bak bunu da İtalyanda gedir, bunu da İtalyanda gedir. Ya bu ne? Maşın deyirsən sən. Ha götür zibilini, kaçını götür zibilini buradan ha. Ziyafət, bura bax. Deyəsən qulağına səs deyib ha. Ha. Eşitmisən ki bu maşını satırıq. Sən də o bəzi alverçilər kimi qiymət öldürmək istəyirsən. Ya belə elə, gəl razılaş. Bu maşını sataq sənə. Bu maşını Ödür, mən alım. Ve benim teşekkür. Firuze bacı, gör burada nəsə yazılır. Yox. Ha? Yox. Qaz zat yazılmı? Yox. Məhərrəm. Lox zat yazılmı? Ay, yox, yox. Ha, gelip götürünce birini o tarafa atın ha. Ha, gelin maşın. Ziyafət, Ha, gəl. ha gelin. Gəl. Yığıştı. Yığıştı bunun yeri doğru. Yığıştırarsan şeyle. Anlamırsan yığıştır maşını buradan. Oy. Nəyə çağırırsan, hə? Sıvıranım, da tərəfə keçərəm, yığıştır hadi. Ziyafət, gəl mənə bir dənə səni çək. Harada? Sağ ol. Kökəlmirsən? Altına verin. Suvaq sunasından da ondan. Yaşıldan, Ay, sağ ol. Mənə bax, o maşın kimindir belə? Satırlar, belə ailə maşınına oxşur, amma çətin satırlar. Ne öyle maşında? Ha, o maşının içinde pişip balalayıp ailesini saklamazlar. Ne aile maşını? Sen ne yiyirsen sen? Ailə və sən nə danışırsan? Ceyran deyə ceyran. Onun üstünə 300 manat pul qoy. Maşın bazarına aparıb çıxardan məsələn. Qurd qapısında belə eləyirlər ha, dururlar. Ha, onlar onu 10-15 minə səndən elə alarlar, heç uf da deməzlər. Sen bu maşına öyle ceyran değilsen böyle hem de şey istəyirəm, bu ne ceyrandı? Bu ceyrandıysa o şir parçalayır, sonra kalır ortalıkta ben milçen konuda dedim. Öyle bir ceyrandı. Bu sen neden tutan ben çiçeğini seni böyle. Ha? Girərdim, deyirəm, Ha. ev remont edirəm. Aha. Yoxsa ki, gəlib bunu özüm elə hop-stop eləyərdim, alardım. Durduğum yerdə də 10-15 min qabaq düşərəm də. Ha. Gedim görüm kimdən pul tapıram da. Simit zat dalmadı ya bu. Ha bu ne işti ben düştüm, bu ne beladı. Ha bu ne işti ben düştüm, bu ne beladı. Durduğum yerde gözümüzü bile salayamı. Ha? Bir gelip hardansa pul tapıp gelip bu maşını alsa, sonra bundan bir qəşəng pul tutsa ben yanıp döküləyəm ya. Yenə gəldi. Barra. Da ber gel. Biz əsəbləşmə, indi çıxıb gedirik. Yığışdırıb aparıram. Niyə əsəbləşirsən? Ayak şey deyirəm. Hə? Bu ceyrana ne deyirsən sən? Ziyafət. Ha. Mən səndən özün bilirsən ki, neçə bayram böyüyəm. Ha. Mənlə burada mırt tutma. Ha, murt tutmuram ben. Almaq istəyirəm də neçə deyirsən bunu? Sənə şəkk eləyənə nə deyim? Ay zərgələr gördü. Sən deyərdin. Darğanam kimdir? Ha? Darğanam. Bu maşın köhnə yiyəsi arvaddır. Adı da Zərgələmdir, onun deyir. Hə. Ne deyirsən buna? Üstündə nə qədərdir? Hemen var da 100,
100, 100'e 200, 220 manat. Xeyrin görəsən. Seni görə biləyəm görə. Ha. Şadlıqlara sürəsən. Ben bilmirəm ha şadlıqları. Getməyin də, hələ getməyin də. Hala biraz da fikirləşim mən tam. Sen qafazladın, pul aldın. Yox, alışlıq verişlikdir, hə? Ama bakın budur, bu et. Ha. Ama bakın kafa hiç olmuyor da ben. Mən görüm, Məcnun buralara atmışdı. Görəcəm zor. Ha, gör budur. Ya bu düz zattı bu. Bu neydi? Ben aldım. Ay Allah. Bu Hatta yəni harasa qoyub. Özünü axtarıb taparsan da. Ha, mən tələsirəm, mən gedim. yaxşı. Sağ ol, sağ ol. Hə, get. Şadlıqlara sürəsən. Hə, get. Aldım ama aldım. Bilmem sevinim, kederlenim. Alo, Zərqəlam xanım. Dediyiniz kimi maşını ziyafətə təriflədim. Ziyafət maşını aldı. İndi mən 20 manatımı sizdən necə götürüm? Ya. Xahiş edirəm, mənim pulumu ruzu duası ilə əvəz eləməyin. Mənim elə ruzum o 20 manatdadır. Yaxşı. Gəlirəm ora, gəlirəm. Oldu. Sağ ol.